Heç olubmu ki, üstündə işlədiyiniz işdən bir vaxt başınızı qaldırmısınız ki, uzun bir müddət keçib, amma siz nə vaxtın necə keçdiyini anlamamısınız, nə əlinizdəki işin necə bitdiyini anlamamısınız və bunu çox böyük bir zövqlə davam etdirərək sona qədər gətirib çıxartmısınız. Bu halın adı flow state adlanır və bugünkü biz videomuzda öyrənəcəyik ki, biz bu hala niyə giririk və necə girə bilərik? Bu halın da həyatımızda daha çox olmasının fokuslanma qabiliyyətimizə verdiyi təsirləri və faydaları görəcəyik. Elə isə vaxt itirmədən başlayaq. Ümumiyyətcə, flow state anlayışını ilk dəfə Mihaly adında psixoloq kəşf eləyib və onun üstündə araşdırmalar aparıb. İnsan flow state vəziyyətində olanda, yəni dərin fokuslanma vəziyyətində olanda, o vaxtın necə keçdiyini anlamır. Ümumiyyətcə, gördüyü işdən böyük bir zövq alır və etdiyi işi o qədər sakit bir şəkildə, o qədər daxili səslər olmadan etməyə davam eləyir ki, o hal buna heç bir narahatlıq yaratmır. Və bəzən siz eşitmisinizsə, Nikola Tesla 30 saat dayanmadan işləyirmiş, hansı ki işini bölməmək adına və o bunu təbii ki flow state-ə keçərək edirdi. Yəni işini o qədər dərinləşirdi o işdə ki, o işə dərinliyi ilə qoşula bilirdi deyə flow state vəziyyətində. O işi dayanmadan və zövqlü bir şəkildə həyatının digər mərhələlərində də bütün gördüyü işlərinə qarşı proyeksiya edə bilirdi. Bəs nədir bu flow state vəziyyətində qalmağın sirri? Onun haqqında da sizə biraz danışım. Flow state vəziyyətində qala bilən insanlar ümumiyyətcə həyatında uyaranların ən aşağı olduğu leveldə yaşayan insanlardır. Yəni siz əlinizdə hər an bildirim gələ biləcək bir telefonla oturursunuzsa və yaxud da daim danışa biləcəyiniz insanlarla yan-yana oturursunuzsa, flow state-ə keçmək artıq sizin üçün çətinləşməyə başlayır. Çünki flow state vəziyyətində olmaq sizə sakit bir beyin tələb etdirir. Yəni siz gördüyünüz iş zamanı, məsələn, rəsm çəkmək buna verilə biləcək ən böyük nümunələrdən biridir. Rəsm çəkdiyiniz zamanlarda yanınızda artıq bir uyaran olduğu vaxt siz o rəsmə tam fokuslana bilmirsiniz və flow state vəziyyətinə keçə bilmirsiniz. Ümumiyyətcə araşdırmalara görə flow state vəziyyətinə keçmək üçün sizin hardasa 15-20 dəqiqə vaxta ehtiyacınız olur ki, siz tam dərin bir şəkildə artıq o işin içinə girə biləsiniz. Bəs nəyə görə flow state vəziyyətində insan bu qədər işinə odaqlı olur və ondan daim həzz alır? Flow state vəziyyətində olan insanda hormonal balans daim dəyişməyə başlayır. Məsələn, biz flow state vəziyyətinə keçdiyimiz zamanlarda, burada artıq qeyd eləmişəm bəzilərini, dopamin hormonu, endorfin hormonu və serotonin hormonu bununla yanaşı bəzi hormonlarda artım olur. Dopamin hormonu artıq bilirsiniz, daha çox bunu eşidirik hər birimiz. Artdığı zamanlarda insan işinə qarşı motivasiya duymağa başlayır, işindən motivasiyalı, fokuslu olmağa başlayır və növbəti addımlar üçün də daha həvəsli gedir. Endorfin və serotonində də insana xoşbəxtlik verir, ağrı hissi tamamilə o içdəki yarğı hissi itməyə başlayır və insan işinə full fokuslu olmağa başlayır. Həmçinin işini gördükcə də o içinə yayılan xoşbəxtlik hissi ona kömək eləyir ki, işində davamlı irəli getsin. Və flow state vəziyyətinə keçmiş bir insanda prefrontal korteks bir müddət işinin fəaliyyətini zəiflətməyə başlayır. Yəni, biz bəzən iş gördüyümüz zamanlarda o hər birimizin içində olan daxili səs var. Bunu artıq əminəm ki, hər birimiz bir dəfə deneyimləmişik. Hansı ki, gördüyümüz işə yaxşı olmadı, yaxşı bacara bilmədim, yetərli ola bilmədim kimi səslər hamımızın içində danışmağa başlayır nə vaxtsa. Amma maraqlı olan fakt budur ki, flow state vəziyyətində artıq prefrontal korteks, yəni diqqət, iradə, planlama, bu kimi funksiyaları yerinə yetirən beyin hissəmiz fəaliyyətini və filtrləmə qabiliyyətini bir müddət dayandırmağa, yəni fəaliyyətin bir hissəsini zəiflətməyə başlayır. Və onun nəticəsidir ki, siz flow state vəziyyətində məsələn, rəsm çəkirsiniz çox zövqlü bir şəkildə və vaxtın necə keçdiyini anlamırsınız. Və özünüzə demirsiniz ki, mən bu şəkli belə çəkdim, belə əyri çəkdim, yetərli çəkə bilmədim, tam istədiyim formada olmadı. Niyə? Çünki artıq müəyyən hormonal balans dəyişdiyi üçün, hormonlarınızda artım olduğu üçün, hansı ki sizə xoşbəxtlik verə biləcək
və prefrontal korteksinizin funksiyası da bir növ biraz zəiflədiyi üçün artıq siz mükəmməl olmağa yox da daha çox xoşbəxt olmağa fokuslanırsınız və amalınız sadəcə o işdə xoşbəxt olmaq, dərinləşmək, onun sizə verəcəyi o məmnunluq hissini yaşamaq olur. Və flow state-ə keçməyin yollarına birazdan biz baxacağıq. Ondan qabaq sizə istəyirəm bir nümunə deyim. Ümumiyyətcə, mənim ən çox sevdiyim şeylərdən biri hobbi olaraq vaxtımı keçirtmək üçün də daim kitab oxumaqdır. Və sevdiyim yazarların kitabı olsun. Hal-hazırda da Nietzsche adında kitabını oxuyuram. Və kitabı oxuyanlar üçün bilmirəm, artıq siz onu oxumusunuz yoxsa yox. Əgər oxumamısınızsa qısaca deyim, hardasa 400 səhifəyə yaxın bir səhifə uzunluğu var orada. Və bəzən onu oxumaqda o qədər çətinlik çəkirəm ki, həmin anlarda tez flow state halına keçməyi seçirəm. Çünki bilirəm ki, flow state halına keçdiyim zaman o kitabı bitirmək mənim üçün daha rahat olacaq və daha çox xoşbəxt olacağam o prosesdən. Və flow state-ə keçdiyiniz zamanlarda nəyə diqqət yetirməlisiniz? Ümumiyyətlə, dediyim kimi bayaq, telefonunuz yanınızda mümkünsə heç olmasın. Oxuduğum zaman mən hər zaman telefonumu özümdən uzağa qoymağa çalışıram ki, mesaj gəlməsin, kimdənsə zəng gəlməsin. Yəni diqqətimi bir an belə yayındıracaq bir şey olduğu təqdirdə artıq mən o flow state-ə keçiş halından məhrum olmuş oluram. Bayaq qeyd etdiyim kimi, hardasa bizə 10-15 dəqiqə lazımdır ki, biz tam dərinliklə o flow state-ə keçməyə bacaraq. Və mümkünsə sakit bir ortam olsun. Ən önəmli faktor isə odur ki, sizin seçdiyiniz iş nə tamamilə asan olur, nə də tamamilə çətin olur. Asan olduğu təqdirdə iş sizə sıxıcı gəlməyə başlayır. Bir nöqtədə sıxılırsınız və deyirsiniz ki, mən bunu etməyimə nə ehtiyac var ki, zaten çox asan bir işdir, hər zaman edə bilərəm, ona görə ertələmə. Bu getdi ertələmə funksiyasına artıq. Və çox çətin olduğu zamanlarda da təbii ki, mücadilə funksiyası yaranmağa başladığı üçün siz biraz mücadilə eləyirsiniz və sonra dayanırsınız ki, artıq buna gücüm çatmır. Bu da yenə ertələməyə gedir. Amma potensialınızın bir tık düşündüyünüz qədər də üstü olarsa, məsələn, siz bir oturuşda 10 kitab oxumağı sevirsinizsə və bu sizin üçün artıq pik hədd sayılırsa, bunu çıxardırsınız 40 səhifə oxumağa, özünüzə hədəf kimi qoyursunuz. Və həmin nöqtədə siz artıq flow state-ə keçmiş sayılırsınız. Çünki hədəfinizin bir tık üstündəsiniz və sizə nə çox kimi gəlir, nə də az kimi gəlirdi. Beyniniz artıq buradakı o fərqi heç cürə algılamır da. Yəni, siz bir nöqtədə öz potensialınızla fəaliyyətinizi balansa salmağa çalışırsınız, amma bunu çox çətinə salmadan və çox asan yoldan getmədən də eləyirsiniz. Və flow state halı hər zaman sizə kömək eləyəcək ki, siz işlərinizi daha rahat bir şəkildə, daha da ertələmədən etməyə bacarasınız. Bu ola bilər dərs oxumaq, bu ola bilər rəsm çəkmək, kitab oxumaq, ən çox musiqiçilərdə bu görülür. Bu kimi hallarda mütləq flow state-ə keçmək sizə kömək eləyəcək ki, siz işinizi daha sevgi dolu, daha da uzun bir müddət davam etdirəsiniz. Çoxları deyir ki, flow state halı üçün vaxt blokları qoymaq lazımdır ki, məsələn 30 dəqiqə, 60 dəqiqə. Amma mən bunu tövsiyə eləmirəm, çünki artıq siz vaxta bağlı olduğunuz zamanlarda bir nöqtədə artıq ağlınız o vaxta qalacaq ki, görürsən vaxtım doldu, görürsən vaxtım doldu. Ona görə də dediyim kimi, müəyyən bir somut hədəf qoymaq sizin üçün vaxtdan daha yaxşı olacaq. Məsələn, 40 səhifəlik bir kitab hədəfi qoymaq 30 dəqiqəlik bir vaxt qoymaqdan daha yaxşı olacaq. Çünki siz o kitabı oxuduğunuz zaman artıq hekayənin içinə düşmüş sayılacaqsınız deyə vaxtı da izləməyəsiniz. Gözünüz artıq vaxtda qalmayacaq. Olduğunuz işin içində də elə davam etməyə başlayasınız deyə axışda qalmaq sizin üçün daha rahat olacaq. Ümid edirəm bu video sizin üçün faydalı oldu. Başqa video fikirləriniz varsa rəylərdə qeyd edin mütləq. Gününüz xoş keçsin. Uğurlar hər birinizə.